Sən başa düşürsən mən acam. Sən saat 9-dur. Mən bu vaxt səni Əhməddə hara aparım? De orada yer var. Orada səhər yemək verirlər. Hə, bu boyda boyla hardan bilirsən sən onu? Balaca boyuma baxmaya başım işləyir. Bunun danışmağına bax. TikTokda görmüşəm ki, burada səhər yemək verirlər. Bir dəqiqə. Biz sənə TikToka baxmağa icazə vermirik axı. Əslində mən TikToka baxmıram. Sən səhər yatmışdın, mən telefonu götürdüm, baxdım. Əsəbləşmə, gedək yemək yeyək. Deyir səhər yemək, gedək. Ay bala, burada baxa olar. Bunları hamısını yemək istəyirəm, acam. Ay Mətin, burada gör nə qədər şey var. Bizim bu qədər pulumuz yoxdur axı. Müəllim, narahat olmayın. Bizdə səhər yeməyi adam başı 10 manat. Limitsiz nə qədər istəyirsiniz yeyin. Həqiqi? Bəli müəllim, həqqi. Bayaqda mən acıqamışam, sən yemək yığırsan. Vay, bir də yaxın gəl. Buyurun müəllim. Böyle 10 manat onu bildim. Uşaqlara da 10 manatdır. 3 yaşına qədər pulsuzdur. 10 yaşına qədər 5 manatdır. Üstəlik o 5 manata uşaq əyləncəsi daxildir. Çəkil görüm. Tez də boşqabı götür yığ. Nəhayət ki, acılıqdan ölmüşdüm. Yam yam. Bəli müəllim. Bu səhər yeməyi hər gün olur. Hər həftə sonları 6-cı və bazar günləri, qeyri-iş günləri və bayram günləri səhər saat 9-dan günorta saat 1-ə kimi. Qardaşım, bir dənə də sual verin. Mən bunu yenidən sonra yenə götürə bilərəm. Müəllim, mən sizə dedim axı, limitsiz. Qarnınıza nə qədər yerləşir o qədər. Əla.